Bugün mən qeyri-adi bir mövzuya toxunmaq istəyirəm. Bizim dinimizlə bağlıdır. Bəzən bizdə namaz qılanlar, ibadət edən əhli olanlar özlərini elə aparırlar ki, güya ki, bunlar elə dinimizin sahibidir və bunlar söz sahibidir. Namaz qılmaq, ibadət eləmək bu sənin Allahla olan münasibətindir. Bunun başqalarına aidiyyəti yoxdur. Bu mövzu niyə görə dedim? Bizdə xalq yazıçısı var. Əkrəm Əylisli. Onun daş yuxularına görə bütün titullarla məhrum olundu və kitabları demək olar ki, çoxu da yandırıldı. Və bu adam bu yaxın günlərdə 60-cı illərdə təxminən yazdığı bir kitaba, ingiliscə çevrilmiş bir kitaba görə mükafata layiq görüb, hardasa 20.000 dollar, evro belə mükafat verilib bu adama. Fikirləşirəm ki, burada qeyri-adi nə var ki? Var, əslində var. Əkrəm Əylisli daxilən özünü xristiyan hiss edən bir adamdır. Onun daş yuxularını oxuyanda, hamı normal başı ilə oxuyanda, hamı görür ki, bu adam xristiyandır. İslamdan xoşlanmayan bir adamdır. Bu gün əgər qələm götürüb ermənini tərənnüm eləmir, orada xristiyanlığı tərənnüm eləyir. Bu bizim dindən xoşu gəlmir. Mən adamlar tanıyıram ki, elə Avropada bu biznesmen vardı burada, nəsə keçdi Avropada xristiyanlığı qəbul elədi, orada özünü daha yaxşı hiss eləyib. O dində özünü daha. Mən elə adamlar tanıyıram ki, məsələn də məşhur adamlar da, xanım məsələn deyir ki, mən özümü kilsədə rahat hiss edirəm, mən özümü rahat oluram. Əkrəm Əylisinin əsərinə baxanda, daş yuxularına görürsən ki, bu adamın kilsəyə, Məryəm anaya münasibəti bu ilə xristiyandır. Bu adam ateistdir. Məsələn, İslamı qəbul eləmir. İslamda da bir söz var, məsələn, kafir. Kafir sözü İslam dinini qəbul edib sonra çıxmış adamlara deyirlər və həmin çıxmış adamlar da özünü sözü ilə bəzən deyirlər sözünü, əməli ilə yox, sözünü deyir, məsələn o xristiyanlığı tərənnüm edir və burada qeyri-adi bir üsul yoxdur. Həmin Əkrəm Əylisli Azərbaycan 21-ci əsrin Azərbaycan ədəbiyyatında ona inanmıram güclü yazıcı olsun. Şairləri deyə bilmərəm, amma yazıcı kimi ondan güclüsü yoxdur. Amma biz onu qovduq, çıxartaq dağın o başına. O öz kitabı ilə dedim ki, hansısa mükafatla layiq görülüb, söhbət onun kitabından getmir, söhbət adamın mövqeyindən gedir. İnsan, qaqavuzlar xristiyandır, amma türkdülər. Bəzi bizlərin çoxlarından da daha çox türkdülər. Yəni, din insanların kimliyini müəyyən elə, dinlə qulluq eləmək sənlə Allahın arasında olan münasibətdir. Niyə görə vaxtında Əkrəm Əylisli dinini deyir, istədiyi dinə xidmət eləsəydi, o kitabı da belə alınmayacaqdı. Yəni, bu cür alınmıyor, başa düşülməyəcək. Bu adam müsəlmançılığı qəbul eləmir. Nə olsun, bizdə o qədər müsəlman yazıçılar, şairlər var ki, bilirsən ki, nə yazır, fikrəsin 21-ci əsrdə bu nə yazır? Bizim bəzən qovduğumuz adamların yerinə Kəramət Böyükçöl gəlir replikası ilə, əsəri ilə, qabiliyyəti ilə yox, replikası ilə.